Mədəni irsini qoru layihəsi çərçivəsində Gəncə şəhərinə infotur təşkil edilib. İştirakçılar həm tarix, həm də mədəniyyət baxımından böyük əhəmiyyət daşıyan Çökək hamamı, Kərvansaray, Şah Abbas məscidi, Cavad xanın türbəsi və digər tarixi yerlərdə olublar. Onlara abidələr barədə ətraflı məlumat verilib. Layihənin məqsədi ölkənin zəngin tarixi mədəni irsinin təbliği, abidələrin bərpa və konservasiyası ilə bağlı praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsidir. İndiyə qədər Qobustan Milli Tarix Bədii Qoruğunda böyük və kiçik Mərdəkan qəsrlərinə, Zərgərpalan hamamına da infoturlar təşkil olunub. Təəssüratlar yaxşıdır. Bunun üçün ki, elə tələbələr var ki, həmin bu tarixi abidələrdə olmayıblar deyənə, buranın haqqında əyani sürətdə görərək məlumat almış olurlar deyənə düşünürəm ki, yaxşıdır. Tamamilə olaraq əməkdaşlar tərəfindən monitorinqlər aparılır, mədəniyyət abidələrinin cari durumu haqqında hesabat verilir. Ümumiyyətcə Gəncə şəhərində tarixi əhəmiyyət daşıyan 258 abidə var ki, onlardan biri dünya əhəmiyyətli, 8-i ölkə əhəmiyyətlidir.